Salam yoldaşlar, gəlin bu günlərim qədim dövr Azərbaycan ədəbiyyatını təkrar eləyək. Harda qeyd eləyin sözünü işlətsəm və qırmızı işarə ilə yumurlasam, həmən o hissələri dəftərinizə qeyd edərsiniz. Birinci olaraq başdan yazın ki, qədim dövr Azərbaycan ədəbiyyatı. Qədim dövrdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyəyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Dəftərinizə indi qeyd edin ki, bax bu qara hissəni Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranıbdır. Məsələn, bir test var idi, orada qarşıma çıxmışdı ki, bax, ümumtürk ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi elə bir yerini tərsinə vermişdi, amma o elə deyil. Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimidir. Yazarsınız bu hissəni. Sonra uşaqlar, qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Bax, bu hissəni qeyd edin. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Sonra davamında Çin dilinə tərcümə olunmuş eradan əvvəl 2-ci əsrə aid nümunələr, şeir parçaları, ideya məzmununa görə bugünkü türk düşündürür. Onda həzin, hüzünlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss düşüncə 1000 il sonra Orxan Yenisey abidələrində təkrar olunur. Türkün öz dilindən eşidilir. Türkün öz əlifbasında, yazısında oxunur. İndi qeyd edirsiniz ki, dünyanın yaranması, türklərin törəyişi, Oğuz Xaqan, Albert Tonka, Ergenekon, bir də köç. Bax, bunlar bizim dastanlardır. Yəni, türk dastanları. Bunların ortaq cəhətləri türk ədəbiyyatının əsasına duran epos yaradıcılığını təşkil edirlər. Epos nədir? Dastan yaradıcılığını. Türklərin tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Sonra, ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Sonra uşaqlar, qeyd edin ki, başdan, bax, bir başlıq olaraq yaradılış dastanı. Yaradılış dastanında gəlin görək nələr öz əksini tapır. Qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıbdır. Bu bir. Əsərdə Tanrı Qaraxan obrazı yaradılıbdır. Bax, bunu qeyd edirsiniz. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Yəni, şərin elə bir üstünlüyünə icazə vermir, yəni Tanrı. Göyün 7 qatında oturub, daha doğrusu, kainatı idarə edən Tanrı, türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir. Deməli, qədim türklərin soy kökünü təşkil edən el və tayfa birləşmələri yaxın şərqdə yaşayan xalqlarla sıx iqtisadi mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinə digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan Avesta, indi başlıq olaraq yazın Avesta, qeyd edin. Avesta, atəşpərəstlik, yəni Azərbaycan türklərinin də dini kitabı idi. Həm atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. Avestanın müəllifi Zərdüş peyğəmbərdir. Bunu qeyd edirsiniz. Sonra atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. Bax, 1 bunu, 2 bunu qeyd eləyin. Uşaqlar, əsərin özəl sayılan bədii təfəkkürün məhsulu olan qatlar da yəni öz əksini tapır. Yazarsınız ki, Avestada qatlar öz əksini tapır. Necə ki, Qurani Kərimdə ayələr, surələr olduğu kimi, Avesta kitabında da qatlar var imiş. Burada qeyd edin, bax bunu. İlk insanın yaranması. İkinci, insanın həyatının müxtəlif məqamları. Üçüncü, insanla təbiət arasındakı mübarizə. 4. Müharibədə qələbə və məğlubiyyətin doğurduğu hisslər bədii dillə əks etdirilir. Sonra
Əsərdə deyir Xeyir Allahı, Ahuraməzdə Hörmüz ilə Şər Allahı Əhrimanın Anqromaniya mübarizəsindən söz açılır. Yəni xeyirlə şərin mübarizəsi bu kitabda öz əksini tapıbdır. Xeyir Allahı Hörmüzdür. Bax, qeyd eləyərsiniz ki, Xeyir Allahı Hörmüzdür. Bütün yaxşılıqların, işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəliklər isə Şər Allahı Əhriman. Bax, qeyd eləyərsiniz ki, Şər Allahı Əhriman. Sonra bir də sınaqlarda gəlib düşər. Yəni qəbulda yəni düşmə ehtimalını məsələn ən azı bir 5% görürəm. Ehtimalları qaçırtmayaq da. Hər ehtimala sınaqları da nəzərə alaq. Yəni sınaqlarda da səhv yazmayaq. Bir dənə də yəni gələr düşər. Onların mübarizəsi işığın qaranlıq, xeyrin şər üzərində qələbəsi ilə nəticələnir. Avestiyada insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Bax, bunu qeyd edin dəftərinizdə ki, Avestiyada insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Sonra atəşpərəstlik müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştlə bağlı olan bir sıra adətlər, odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun tonqanın üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır. Bir növ elə bir Novruz adətləri. Novruzda yandırılan, yəni tonqalın, yəni o vaxt insanlar deməli oda sitayiş eləyirlərmiş, odu müqəddəs sayırlarmış. Həmin vaxtdan bu günə gəlib çıxmış bir ənənədir deyək. Eposun yaranma tarixi kimi nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi bədii hadisəsi Kitab-ı Dədə Qorquddur. Və siz nə qeyd edin indi dəftərinizə? Yazın ki, Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi. Bax, bu hissədən bax. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi. Bədii söz sənətimizin ilk mükəmməl ədəbi bədii hadisəsi olan Kitab-ı Dədə Qorquddur. İndi qeyd edin. Bax, qeydi yazın, ha. Kitab-ı Dədə Qorqud yazdınızda yəqin ki, bu hissəsində qeyd edin, qara altından xətt çəkərək. Gəlin görək Kitab-ı Dədə Qorquda nələr daxildir. Bax, İslamiyyətdən çox-çox öncəki Oğuznamələr silsiləsinə daxil olsa da ana dilimizin abidəsidir. Bax, bunu qeyd edin buradan. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb yaxud fars dilində deyil, həm də doğma dilimizin inkişaf etdiyini də göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir. 7-ci əsrin ortalarında Ərəbistanda yaranan güclü İslam dövləti bir çox ölkələri İslam bayrağı altında istila etdi. Azərbaycanda da kənarda qalmadı. Azərbaycan da bundan kənarda deyil qalmır. Ölkəmizə hücum edən ərəblər xalqı ciddi müqavimət ilə qarşılaşdılar. Çətinliklə də olsa ölkə işğal olundu. İslam qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd İslam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi. Aha. Belə. İndi uşaqlar, qeyd edin ki, ərəblərin yəni işğalından sonra ərəb dilində mükəmməl sənət əsərləri yaradan, bax, ərəb dilində mükəmməl sənət əsərləri yaradan, bax, bu adamların əslində adlarını sizə qeyd elətdirmişəm. Amma bir daha təkrar bilin, nədir? Nənəsdir. Musa Şəhavət, İsmail İbn Yəsar, Əbül Əbbas Əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında yəni, gəlin görək nələr öz əksini tapıb. Bax, bunlar dəftərinizə qeyd edərsiniz. Vətənpərvərlik, doğma yurda bağlı hisslərin ifadəsi, ədalət, zülm qarşı durması, sonra ictimai mühitdəki yaramazlıqlara etiraz, onların əsərlərdə əksi tapıbdır. Bu sənətkarlarda təbiət, bax, təbiət mövzusunda yazılmış əsərlərdə yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi. Baxaq görə indi davam eləyək. Harda qeyd desəm, orada yazarsınız. Ərəb xilafəti zəiflədikdən sonra yaxın və orta şərq ölkələrində saraylarda fars dili geniş yayılmağa başladı. Yazarsınız ki, Ərəb xilafəti zəiflədikdən sonra fars dili geniş yayılmağa başladı. Azərbaycanda 11-ci əsrin ortalarından başlayaraq farsça yazmaq ənənəsi yarandı. Bax, bunu yazın.
Dəftərinizə qeyd, yazın qeyd. Azərbaycanda 11-ci əsrin ortalarından başlayaraq farsça yazmaq ənənəsi yarandı. Bu dövr saray ədəbiyyatı da adlanır. Yazın ki, bu dövr saray ədəbiyyatı da adlanır. İndi gəlin, görək saray ədəbiyyatında biz nələr görə bilərik. Qeyd edin. 1. Qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növləri geniş yer verilir. 2. Dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilir. 3. Mədhiyyələr hökmdarların qüdrətinin əməllərin tərifi ilə məhdudlaşmır. Bax, imtahanda yazacaq ki, məhdudlaşır. Sadəcə hökmdarların qüdrətindən, əməllərinin tərifindən, yəni bundan əlavə heç nə yazmırlar, qeyd edir. Amma yox, məhdudlaşmır. Onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa da dəvət edilirdi. 4. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai fəlsəfi məsələlərə də həsr etdikləri əsərlər saray ədəbiyyatının mövzu və məzmun baxımından zənginləşməsinə istiqamət verdilər. Əsərlərini farsça yazsalar da təbliğ etdikləri ideya baxımından Türk-Azərbaycan dünya görüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi. İndi biz siz neyinin? Və bu 4-ü yazdınız ha. İndi başlıq olaraq yazın ki, əsərlərini farsça yazan şairlər. Bu dövrdə əsərlərini farsça yazan şairlər bunlardır. Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Fələki Şirvani, Mücrəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfsələddin Xaqani. Bunlar qeyd eləyin. Sonra baxaq görək nələr var başqa. Məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer veriblər. Bu sənətkarın yaradıcılığında da ictimai-siyasi problemlər, humanist ideyalar əksini tapmırdı. İndi ortadan qeyd edin. Yazın ki, 11-ci əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Qətran Təbrizi. Qətran Təbrizi yazın. İlk irsi divandan və divandan Ət-Təfasir adlı farsça lüğətdən ibarətdir. Bunu yazın. Və qeyd eləyin ki, bədii irs deyilsə lüğətə aid etmirik. Çünki lüğət bədii irs deyil. Çünki lüğət bədii irsə aid deyil. 2. Qeyd eləyin. Şairin divanına mədhiyyələrlə yanaşı məhəbbət, vətən, insan taleyi, təbiət mövzusu, eləcə də sarayda narazılıq əks edən lirik şeirlər daxildir. Sonra Gəncədə və Təbrizdə yazıb yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında 2 mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərləndirilir. Yazın. Sonra altdan da yenə yazın ki, ilk rübai də Qətran Təbriziyə aiddir. İlk divan, sonra ilk rübai Qətran Təbriziyə aiddir yazın. Sonra baxaq görək Məhsəti Gəncəvi. Məhsəti Gəncəvini ortadan yazın. Məhsəti Gəncəvi 12-ci əsr ədəbiyyatımızda ictimai fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdı. Rübai ustadıdır yazın. Rübai ustadıdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, istirab çəkən, gözəllik dəyərləndirən aşiqdir. Rübailərində bax bunu qeyd edin. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkli insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır. Əfsələddin Xaqaninin bir dəqiqə görüm nə qədərdir vaxt. Görüm Əfsələddin Xaqanini çatdırıb deyə biləcəmmi? Hə, gəlin deyək. Əfsələddin Xaqani yazın ortadan. Divandakı ictimai fəlsəfi məzmunlu şeirlər də Töhfət-i İraqiyyən poeması. Yazın ki, Əfsələddin Xaqaninin də divanı var. Tərkibinə, yəni onun daxilinə ictimai fəlsəfi məzmunlu şeirlər daxildir. Töhfət-i İraqiyyən poeması yazın. Mədain xarabələr qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Yazın ki, qeyd. Ədəbiyyatımızda baba ilk poema Töhfət-i İraqiyyindir. Fars dilindədir. Burada şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələr əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına sadə insanlara dərin məhəbbət bəsləmişdir. İstəmirəm deyir adımı çağıralar Xaqani. Mən yoxsullar şairiyəm, deyir Xəlqaniyəm, Xəlqani. Mədain xarabələr qəsidəsində qeyd eləyin.
Şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrün şahlarına ibrət dərsi vermək məqsədi güdmüşdür. Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür. Deyir Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xaniman qurdum. İndisə acığın tutmuşdu mənə, sənin qucağından ayrılsam ana, ümidim, pənahım Təbrizdir, Təbriz, o şəhər mənə doğmadır, əziz. Belə.